Hamı eləsin, kəmərini bağlasın. Dəhlizdə durmuyor, təhlükəlidir. Kanada-Azərbaycan evində dekabrın 25-də Bakıdan Qroznyaya J2-82-43 nömrəli reyslə hərəkət edən Azərbaycan Hava Yollarına məxsus Embraer E90 sərnişin təyyarəsinin vurulması nəticəsində həlak olanların xatirəsinə ehsan verilib. Tədbirdə Azərbaycan icmasının nümayəndələri iştirak etdilər. Baş vermiş faciəvi hadisə nəticəsində həyatlarını itirənlərə Allahdan rəhmət, yaralı sərnişinlərə isə şəfa diləndi. Bilindiyi kimi ölkəmizdə çox ağır bir faciə baş vermişdir. Belə ki, Azərbaycan Hava Yollarına məxsus təyyarəmiz qəzaya uğrayaraq yarıdan çox sərnişin və ekipaj üzvləri həlak olmuşlar. Kanada yaşayan Azərbaycanlı olaraq çox sarsıldıq bu xəbərə, çox üzüldük. Həmçinin üzülməklə yanaşı, təbii ki, o qəhrəman pilotlarımızla və ekipaj üzvlərlə fəxrlədik. Bugün də buraya yığışmamızın əsas məqsədi təyyarə qəzasında həlak olanların və bütün hamısının ruhlarını yad eləməkdir. Allah bir daha orada rəhmətə gedən bütün insanlara rəhmət eləsin. Yerdə qalan yaralananlar isə Allahdan şəfa diləyirəm. Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Rəqəmsallaşdırma və İnnovativ İnkişaf İdarəsinin Bronlaşdırmaya Nəzarət şöbəsində bir müddət çalışmışam. Çalışdığım müddətdə sözü gedən Hökümə Əliyeva ilə biz dəfələrlə rastlaşmışıq, görüşmüşük. Özü çox mehriban, sakit təbiətli xanım idi. Necə ki, son köməyini etdi sərnişinlərə və hər zaman bunun üçün canla başla çalışırdı. Mənim üçün çox ağırdır hal-hazırda onun barədə keçmişdə danışmaq. Çox təəssüflər olsun ki, son işini yerinə yetirdi layiqincə. Mən deyərdim ki, qəhrəmancasına həlak oldu. Bunu çox üzülərək ifadə edirəm. Eyni zamanda pilotlarımızın da adı burada keçir və onları da tanıyırdıq. Çox stresli və ağır bir hadisədir. Allah hamısına qəni-qəni rəhmət eləsin. Yaralılara Allahdan şəfa diləyirəm. Qeyd edək ki, təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i, o cümlədən təyyarənin hər iki pilotu İqor Kşinyakin, Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva həlak olublar. Dekabrın 29-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə hər üç ekipaj üzvləri ölümlərindən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüblər. Allah rəhmət eləsin.